Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının 4.2.5 bəndinə müvafiq olaraq oktyabrın 9-da Ağcabədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə insan alveri və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, habelə insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, insan alverinə və məcburi əməyin qurbanlarının məşğulluğunun təmin edilməsinin milli fəaliyyət planında öz əksini tapdığını və sahibkarlar tərəfindən tapşırığın icrasına dəstək göstərilməsini vacibliyindən danışıb. Qarabağ Regional Məşğulluq Filialının Ağcabədi Xidmət Şöbəsinin müdiri Rauf Məmmədov isə bu kriteriyadan olan şəxslərin işə düzəldilməsində işə götürənlər tərəfindən müraciətlərə həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il tarixli 637 nömrəli sərəncamı ilə təsdiq edilmiş fəaliyyət planının 8.5.3-cü bəndində nəzərdə tutulmuş cəza çəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı məsələlər də iştirakçıların diqqətinə çatdırılıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzələndə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında kvota müəyyənləşdirilmiş müəssisələrdə kvotanın sayına uyğun olaraq işlə təminatın məcburi olduğu da diqqətə çatdırılıb. Sonda görüşdə iştirak edən işə götürənlər işlə qəbul məsələlərində bu kriteriyadan olan şəxslərin işə qəbuluna üstünlük verəcəklərini də qeyd ediblər.